Ben bugün efirə çıxmağa bir Azərbaycan Türkü olarak özümə boş bildim. Ben ancak bugün bütün Türklere səslənirəm. Ey Türk dünyası! Doğu Türkistan kan içinde zulümdədir. Türk dünyası susur. Yeryüzünün padşahı olmuş Türk dünyası susur. Ben bütün Türk dünyasına səslənirəm. Bütün Türklere səslənirəm. Türkistan'ın harayına çatmak lazımdır. Doğu Türkistan zulümdədir. 10 milyonlarla Türk kardeşimiz kanımızdan, canımızdan olan Türkler zulüm içindedir. Kazakistan'a səslənirəm, Kırgızistan'a, Özbekistan'a, Azerbaycan'a, Türkiye'ye səslənirəm buradan. Uygur Türklerinin köməyinə çatmaq lazımdır. İnsanlıkta hakkı olmayan Çinliler, birbirinin ətini yiyenler, medeniyet mektebi olan, insanlık mektebi olan Türk dünyasına meydan okuyor. Dostlar gelin susmayaq, bütün Türklerden xahiş edirəm. Bütün Türk dünyasından xahiş ve talep edirəm. Bu haksızlıklara susmak olmaz. Türkistan'ı xaritadan silmək istəyirlər, alçaq erməni soylu Çinliler. Ürəyim partlayır, mən bu sosial şəbəkələrdə izləyirəm, mənim ürəyim partlayır, mən bu şeylərə baxa bilmirəm. O körpələrin göz yaşları mənim ürəyimdən qara qanlar axır. Bütün hamı efirlərə çıxmalıdır, hamı öz etirazını bildirməlidir. Çinliləri harada gördü, salın təpiyin altına döyün, öldürün, zulüm eləyin. Qana qanla cavab verməliyik biz. Onlar bizim qanımızdan, canımızdan olan Türk qardaşlarımızdır. Qana qanla cavab verməliyik dostlar. Bu zulüme dözməyilməz. 10 milyonlarla Türklerin başına müsibət açırlar. Kadınların başına müsibət açırlar. Körpələrin döyüb öldürürlər. Xahiş edirəm, paylaşın hamınız. Maksimum dərəcədə paylaşın, qoyun. Ben mecbur kaldım o Azerbaycan dilində çıxış eləyəm. Çünkü başka diller qrammatikasını bilmədiyimə görə xahiş edirəm, başka millətlərin yanında, Kazakların yanında, Türkmenlerin yanında benim danışığımı onlara tərcümə eləyəsiniz. Kimdənsə bir yerde baxsaz. Qoyun onlar da susmasınlar. Bu haksızlığa susmaq olmaz. Türklər axırı ki o sözlərin deməlidirlər. Biz bir böyük zulümə düşmüşük. Dünyanın her yerinde Türklere karşı savaş başlayıblar. Bu yeryüzünün padşahı olmuş Türk dünyası ayağa durmalıdır dostlar. Uygur Türklerine destek olmalıyıq. Onlar da bizim bacı kardeşlerimizdir. Xahiş edirəm, susmayın. Siz de hamı video çəkilişlərlə öz dəstəyini bildirsinlər. Allah'ımıza and olsun, benim ürəyim partlayır. Fikirləşirsən ki, öz dərdimiz özümüze yeter. Azerbaycan'ın o kadar problemler var ki. Ama deməli yetmir. Biz Türklere dünyanın her yerinde biz Türklere karşı zulüm başladılar. Buna bir son vermək lazımdı. Erməni soylu milletler bu Yezidlerden can kurtarmak lazımdı. Harada oradan Təbriz, oradan Azerbaycan, indi de Çinler, harada Türkler var onları kırırlar. Dostlar gelin susmayaq, bu haksızlığa susmak olmaz. Ben danışıram, özümü saxlaya bilmirəm, üzürü sayın. Ama yani mecburam, ben çıxmaya bilmədim efirə. Mənim ürəyim patlayır, mənim də əlimdən bu gəlir. Mənim qabağıma harada Çinli çıxsa onu qanına bələyəcəm mən. Sizden de xahiş edirəm, harada Çinli gördünüz onu salın təpiyin altına zulüm eləyin. Onların qanını içmək lazım. Bilsinlər ki, Türklərlə savaşmaq belə də asan bir şey deyil. Her şey qana qan olmalıdır dostlar. Artık ben
danışa bilmirəm, xahiş edirəm. Kimin əlindən nə cür dəstək gəlir, bizim Uyğur türklərinə dəstək olmanızdan artıq dərəcədə xahiş edirəm. Yalvarıram sizə, bütün Türk dünyasına, bir Azərbaycan Türk olaraq bütün Türk dünyasına səslənirəm, tələb edirəm, Türk dünyasından tələb edirəm, Uyğur türklərinə dəstək olmanızı tələb edirəm sizdən. Erdoğan bütün Ərəbləri gətirdi, doldurdu Türkiye'ye ama indi nədənsə susubdu. Türkləri orada qırırlar, Erdoğan susubdu. Erdoğandan tələb edirəm, bütün Türk dünyasından tələb edirəm Türklərə dəstək olmağı.